Hakimler Brigadası aynı zamanda futbolcular Bank Respublika Arena'ya dahil olur. Artıq biz Neftçi komandasının heyətinə nəzər salacağıq, əziz tamaşaçılar. Qapıcı 93, kapitan Rıza Cəfərov, Namiq Ələsgərov, elə Samir Abbasovun baş məşqçiliyi ilə ondan sonra Türkiyə karyerası və daha sonra Sabaha gəlib çıxdı Namiq Ələsgərov. Bu gün də Neftçiyə qarşı mübarizə aparır və görüşə start verilir. Hər iki tərəfə uğurlar arzulayırıq, inanırıq ki, maraqlı bir maçın şahidi olacağıq. Topu oradan uzaqlaşdırır. Küncdən zərbə yerinə yetirildi. Ervin Kofi. Alex Fernandez zərbə endirə bilər indi. Fernandez! Top direğin yanından keçir. Emin Mahmudov yaxşı görür boş zonanı. Hücum əlamətləri Neftçi futbolçuları ötürmə Bassalassan bu. Ervin Kofi ötürmə qapı qarşısına. Zərbə üçün imkan var. Qapı qarşısına göndərilən top. İgor Moreira. Görün necə əla görür komanda yoldaşını. Emin Mahmudov. Artırılan bir dəqiqədə artıq yekunlaşmaq üzrədir əziz tamaşaçılar. Tural Qurbanov saatına baxır və paytaxt derbisində 45 dəqiqəni yekunlaşdırır maçın baş hakimi. Edvin Kuç müdafiənin mərkəzində oynayacaq, belə görünür ikinci hissədə. Onun mövqeyində isə Rəhman Hacıyevi izləyəcək. Basalasan bu. Topa toxunur və ikinci hissə başlayır əziz tamaşaçılar. Elvin Camalov. Orada sərt hərəkət. Qırmızı vərəqə. Birbaşa qırmızı vərəqə Sofyan Şaklaya. Baxaq, buradan nəsə demək çətindir bu rakursdan. Təbii ki, onun görmək olmur gedişini, amma buradan açıq ayaqla getmişdi və məncə Tural Qurbanov doğru qərar verdi. Açıq ayaqla, hətta hər iki ayağı ilə getmişdi və birbaşa qırmızı vərəqənin göstərilməsi ən azından ilkin baxışdan baş hakimin reaksiyasını düzgün başa düşmək olur. Çox əla mübarizə apardı orada Abdullah Xaybulayev. Cəld, diqqətli oynayır. Top meydanı tərk etməyib. Sek. Mustafa Sek cərbə meydançasına daxil olmağa çalışır, olmadı amma hücum üçün imkan var indi zərbəyə. Fernandez ardınca Pakatskilo. Bir anda müdafiəçilər. Orada, baxın burada topun Bassala Sambuda qalmasına mani ola bilmədilər amma Alex Fernandez də imkandan yararlana bilmədi. Jesse Sekidika. Sekidika ötürmə qapı qarşısına. Və gol! Jesse Sekidika Şafranko'nu düşündü, ötürmə etdi və bax burada Ervin Kofi ötürmə qapı qarşısında boşda zərbə üçün imkan var indi. Zərbə gəlir amma o zərbə dəqiq olmuş. Edvin Kuç. Emin Mahmudov ötürmə. Zərbə gəlir indi. Müvətti zərbə və qapı çatı. Rəhman Hacıyev. Qol vurmağa çox yaxın oldu. Yaxşı aldatdı rəqibini. Bax burada Rəhmanın zərbəsindən sonra top tirə dəyib meydanı tərk edir. İsə Sabahan daha bir hücum cəhdi və hakim qırmızı vərəqəni Neftçinin futbolçusu Edvin Kuç'a göstərir. Burada dönüb irəliləməyə çalışan Pavel Şafranko'nu qapıcı ilə üzbəüz qalmaqdan məhrum etmiş sayılır.
Basala Sambu sağ cinahlı oynuyor Şervin Kofi. Kofi'den kapı karşısına Sambu. Topu kapının yanından vurur. Basala Sambu. Oyunculardan biridir şüphesiz Basala Sambu. Ve işaresini verir. Yoklama bitti. Ötürmeye kapı karşısına. Başla zərbə! Və Stos Bakatilo! Fikir verin. Bak burada. Kapı çatı da köməyinə gəlir. Qazaxstanlı qapçının. Azər Sabahlı gol bulmağa yaxın idi ama Pakatilov imkan vermir gola. İzlirik təkrar bir daha. Bak bu da emin epizod. Bir eylem. Paytaxt derbisi başa çatır.